Salam hörmətli izləyicilər, bu gün sizə 25 yanvar TK sınağının bir sualını izah etmək istəyirəm. Qeyd edim ki, bu sualların dil qaydalarını biz hər birini Telegram kanalımızda paylaşmışıq. Eyni zamanda bu sualı da WhatsApp kanalımızda paylaşmışdıq, amma səhvlər çox olub. Bura daxil olmaq üçün siz postlarımızı keçid edib oradan həmin kanallarda daxil olaraq bu suallar bir daha işləyə bilərsiniz. Qovurmasından isminin tərkibinə görə düzgün təhlil sxemini müəyyən edin. Niyə səhv çox olub? Onu demək istəyirəm, bunu izah edim. Bu ismin kökü qovur feilidir. Ma burada leksi şəkilçidir, feildən isim yaranıb. S mənsubiyyət, dan isə çıxışlı kal şəkilçisidir. Sadəcə olaraq uşaqlar daha çox C bəndini işarələyiblər. Burada 3 qrammatik şəkilçi yazıblar. Çünki burada n-nı ayırıblar. N burada bitişdirici samitdir. Bəzən bitişdirici samit və saiti də birləşdirə bilir. Bunu yadımızda saxlayaq. Burada bitişdirici samit ayrılıqda təhlil oluna bilməz. Sın bir şəkilçi formasında, dan isə bir şəkilçi formasında təhlil olunmalıdır. Yəni yuxarıdan səliqə ilə bir daha yazım. Sözün kökü qovur, ma leksi şəkilçi, sın qrammatik, dan da qrammatik şəkilçi. Cavabımız oldu B bəndi.